Yasamal rayonunda 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə yeni inşa olunmuş binada 4 otaqlı mənzil satışa çıxarılıb. Salam değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsində, Tbilisi prospektinə də çıxışı olan bir binadadır. Hündür mərtəbəli yeni inşa olunmuş binanın 10-cu mərtəbəsində ümumi sahəsi 136 kvadrat olan 4 otaqlı mənzildir ki, 3 otağa düzəlibdir. 2 sanuzeli, 2 böyük balkonu mövcuddur. Tam təmirlidir, sənədi kubcadır. Bəzi əşyaları saxlanılacaq, hər otaqda kondisioneri mövcuddur. Mənzildə yaşayış çox az olubdur. Mənzil gözəl panoraması var, həm dənizə, həm şəhərə. Böyük həyəti, yaxınlıqda metro, avtobus dayanacağı, hipermarket, bağça və məktəblər mövcuddur. Değerli izləyicilər, videomuzu sona dək izləyin ki, sonda qiyməti deyəcəyim. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsində, 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə. Melisa Park yaşayış kompleksində hündür mərtəbəli binanın 10-cu mərtəbəsində ümumi sahəsi 136 kvadrat olan qanuni 4 otaqlı mənzildir ki, 3 otağa düzəlibdir. Mənzil müəyyən, yəni bir qism əşyaları ilə birlikdə satılır. Tam təmirlidir, sənədi kubcadır, binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə yerləşir və 20 yanvar metrosu ətrafından keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Və bununla bərabər bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Məktəbə, bağçaya yaxın bir ərazidədir. Değerli izləyicilər, bu mənzilin qiyməti 400 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim etmək mümkün olacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.